Salam əziz izləyicilər. Bugün sizlərə İsveç dövləti haqqında danışacağam. İsveç bərabərliyin, sakitliyin və ağıllı həyatın ölkəsi. Buranın havası soyuq ola bilər, amma insanları bir o qədər isti, bir o qədər mədəni və düşüncəlidirlər. İsveç'i tanıdıkça anlayırsan ki, burada həyat tamamilə başqa prinsiplərlə işləyir. Sanki dünya bir yerdə, İsveç isə başqa bir yerdə yaşayır. Bəs bu ölkəni fərqli edən nədir? Gəlin birlikdə baxaq. İsveçdə böyük və kiçik anlayışı yoxdur. Heç kim kiminsə qarşısında baş əymir. Kral da, baş nazir də adi bir vətəndaş kimi metroya minir, növbəyə dayanır və öz yeməyini özü alır. Bu, İsveç cəmiyyətinin əsasında duran ən böyük dəyərdir. Bərabərlik. Heç kim digərlərinin üzərində deyil. Hər kəs eyni dərəcədə hörmətə layiq sayılır. Uşaqlara belə kiçik yaşdan öyrədilir ki, sən heç kimdən üstün deyilsən. Amma heç kim də səndən üstün deyil. İsveç dünyanın ən az korrupsiya olan ölkələrindən biridir. Burada şəffaflıq və etimad o qədər güclüdür ki, bir çox dövlət idarəsində sənədləri və ya kassaları belə insanın öz vicdanına bırakılır. İnsanlar burada bu etimadı heç vaxt sui-istifadə etmir. Çünki cəmiyyətin təməli güvəndir. Yaşam standartı son dərəcə yüksəkdir. Əhalinin böyük hissəsi 4-5 gün işləyir, qalan vaxtlarını ailə, dostlar və təbiətlə keçirir. Fika adlı ənənəvi fasilələri var. Günün istənilən anında işini dayandırıb dostlarınla qəhvə içmək və söhbət etmək üçün ayrılan vaxt. Bu İsveç həyat fəlsəfəsinin simvoludur. İş üçün yaşama, yaşamaq üçün işləməyin. Əhalisi təxminən 10 milyon nəfərdir və ən sıx şəhəri paytaxt Stokholmdur. Amma Stokholm belə sanki bir parkın içində qurulub. Yüzlərlə ada, körpü və su kanalları ilə əhatəlidir. Şəhər mərkəzində belə ağacların, quşların və göllərin arasında gəzirsən. İsveçlilər üçün təbiət həyatın ayrılmaz hissəsidir. Məsələn, Allemanstratten adlı bir qanun var, yəni hamının hüququ. Bu qanuna əsasən istənilən insan İsveçdə istənilən meşəyə, gölə və ya təbiət sahəsinə sərbəst daxil ola bilər. Orada kamp qura bilər, gəzə bilər, torpaq kimə məxsus olursa olsun, təbiət hamınındır. Amma bir şərtlə, təbiətə zərər verməməlisən. Bu səbəbdən ölkədə zibillənmə, ağac kəsmə və ya heyvana zərər vermə hallarına çox ciddi cəzalar var. İsveçdə təbiət yalnız qorunmur, həm də həyatın bir parçası kimi sevilir. Uşaqlar daha bağçadan etibarən meşəyə aparılır, orada oynayır və öyrənirlər ki, təbiət sadəcə bir mənzərə deyil, bir evdir. İsveçdə insanlar sakit, amma çox açıq fikirlidirlər. Onlar üçün şəxsi məkan və başqasının rahatlığı müqəddəsdir. Küçələrdə nə səs-küy var, nə də qəzəb. Avtomobillər siqnala basmaz, insanlar isə bir-birinə təbəssümlə salam verər. Bu sakitlik onların həyat tərzinin bir hissəsidir. Eyni zamanda İsveç dünyada ən çox ixtira və yenilik edən ölkələrdən biridir. Spotify, Ikea, Volvo, Ericsson kimi hamısı İsveçdə yaranıb. Amma maraqlısı odur ki, heç biri İsveçlilərin başını ucaldan böyük şirkət kimi göstərilmir. Burada müvəffəqiyyət təkcə maddi deyil, sosial fayda ilə ölçülür. Bir İsveçli üçün mühüm olan nə qədər qazandığın deyil, cəmiyyətə nə qədər töhfə verdiyindir. Təhsil pulsuzdur. Universitetlərdə xarici tələbələr belə çox aşağı xərclə oxuya bilir. Tələbələrə dövlət tərəfindən mənzil və qida yardımı verilir. Uşaqlar məktəbdə azad fikirlə böyüyürlər. Müəllimlərlə şagirdlər dost kimidirlər. Sərt intizamdan çox qarşılıqlı anlayış var. Əgər bir uşaq məktəbdə susuqsa, müəllim dərhal onun psixoloji vəziyyətini yoxlayır. Sağlamlıq sistemi dünyada ən ədalətlilərdən biridir. Hər kəs gəlirindən və statusundan asılı olmayaraq eyni keyfiyyətdə tibbi xidmət alır. Hətta kral ailəsi belə adi vətəndaşlarla eyni xəstəxanalarda müalicə olunur. Heyvan hüquqları da çox ciddi qorunur. İsveçdə ev heyvanı saxlamaq istəyən şəxs əvvəlcə müəyyən təlimlərə qatılmalı və məsuliyyət daşıyacağını sübut etməlidir.
Eyni zamanda vəhşi heyvanların təbiətdə sərbəst hərəkət etməsi dövlət tərəfindən qorunur. Şəhərlərdə bəzən mağalların, tülkülərin və ya hətta qabanların gəzdiyini görmək adi haldır. İsveçlilər təbiəti qorumaqla yanaşı, həm də enerjini çox ağıllı istifadə edirlər. Ölkənin böyük hissəsi bərpa olunan enerji ilə işləyir. Külək, günəş və su elektrik stansiyaları hər bir bina istilik itkisinə qarşı xüsusi izolyasiyaya malikdir. Çox vaxt damlarda yaşıllıq və hətta kiçik bağlar salınır. Qış aylarında hava çox soyuq olsa da, İsveçlilər bunu problem kimi görmürlər. Əksinə, bu aylarda xizək, buz üzərində balıqçılıq və ya qarlı meşələrdə gəzinti əsas hobbilər sayılır. Yayda isə günəş demək olar ki, batmır, xüsusilə şimal bölgələrində. Gecələr belə sanki səhər kimi işıqlıdır. İsveçdə incəsənət və ədəbiyyat da dövlət səviyyəsində dəstəklənir. Yazıçılara, musiqiçilərə və sənət adamlarına xüsusi qrantlar verilir. Dövlət hesab edir ki, yaradıcı insan ölkənin ruhudur. Hər kitabxanada yeni yazılmış kitablar pulsuz paylanır və yerli müəlliflərə geniş dəstək göstərilir. İsveç monarxiya olsa da, kralın rolu simvolikdir. O, dövlət işlərinə qarışmır, parlament və xalq hökuməti formalaşdırır. Maraqlısı budur ki, İsveç kral ailəsi də adi vətəndaşlar kimi yaşayır. Uşaqları dövlət məktəblərinə gedir, öz alış-verişlərini özləri edirlər. Yəni, kral olmaq burada güc simvolu deyil, tarixə hörmət ifadəsidir. Dini baxımdan ölkə çox tolerantdır. Əhalinin çoxu Lüteran protestant olsa da, əksəriyyət dini baxımdan neytraldır. Son illərdə çoxlu müsəlman və digər mədəniyyətlərdən olan miqrantlar İsveçə yerləşib. Dövlət onları cəmiyyətin bərabər üzvü kimi qəbul edir və adaptasiya proqramları ilə dəstəkləyir. Cəmiyyətin bu qədər sakit və balanslı olmasının səbəbi Lagon fəlsəfəsidir. Yəni, hər şeyin yetərincə olması. İsveçlilər üçün çox işləmək, çox xərcləmək və ya çox danışmaq ideal deyil. Onlar üçün harmoniya, balans və sadəlik həyatın əsas məqsədidir. İsveç həm də dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Qapılar çox vaxt açıq qalır, insanlar itirilmiş əşyaları dərhal sahibinə qaytarır. Cəmiyyət qarşılıqlı etimad üzərində qurulub və bu etimad pozulmaz dəyər sayılır. Sonda isə bir maraqlı fakt. İsveçdə uşaqlar məktəblərdə iqlim dəyişiklikləri və ekoloji həyat haqqında xüsusi dərslər keçirirlər. Yəni, gələcək nəsil təbiəti qorumağı sadəcə öyrənmir, yaşayır. Bəli, İsveç soyuq iqlimin, isti ürəklərin və ağıllı cəmiyyətin ölkəsidir. Burada insanlar bərabərdir, həyat sakit axır və hər şey tam olması gərəkdiyi qədərdir. Ümid edək ki, bir gün bütün dünya da İsveç kimi bərabər, ədalətli və düşüncəli ola biləcək. Daha çox belə maraqlı məzmunlar üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun və Allah amanında qalın.